Yaşadığı dövrdən günümüzədək əsərləri aktuallığını qoruyub saxlayan Məhəmməd Füzuli, klassik türk ədəbiyyatının önəmli şəxslərindən, divan poeziyasının əsas simalarından biridir. Məhəmməd Füzuli əsərləri ilə yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, poeziyanın mükəmməl nümunələrini yaradaraq Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. İstifadə etdiyi türkçədə yaşadığı coğrafiyanın təsiri ilə Azərbaycan və Kərkük türkçəsinin təsiri açıq-aydın hiss olunur. Buna görə də türk dünyasının hər yerində onun yazdığı şeirlər daha aydın anlaşılır. Füzuli poeziyasındakı sözlər, nəsihətlər və dərin fəlsəfi mənalar həm öz dövründə, həm də bugün üçün aktualdır. Füzulinin bu qədər maraqla oxunmasının səbəbi onun ərəb, fars, Azərbaycan dillərində yazmağı bacarması ilə yanaşı, işlədiyi mövzuların da o dövr üçün fərqli olması, müəllifin hadisələrə fərqli yöndən yanaşması idi. Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. 11-ci əsrdə İraqın Səlcuqlar, daha sonra isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətrafında türklərin sayı getdikcə artmış, belə köçlər sonralar da davam etmişdir. Məhəmmədin atası Süleyman da İraqa, Azərbaycanın Ərəş mahalından köçmüşdür. Ərəş Azərbaycanın qədəm şəhərlərindən biridir. Ərəş şəhəri Şirvan ərazisində, indiki Yevlax rayonunun Xaldan qəsəbəsinin sahəsində mövcud olmuşdur. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək yaxın qohumlarının yanında yaşayıb.